Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyi efirdədir. Ötən həftə Bakı çox nüfuzlu və maraqlı bir tədbirə ev sahibliyi elədi. Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması mövzusunda keçirilən konfrans Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə keçirilmişdi və biz bugün bu mövzuda müzakirə aparacağıq və ümumiyyətlə müasir dövrdə müdafiə sistemlərinin müasir dövrə uyğunlaşdırılması istiqamətində hansı işlər görülür? Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? Bu barədə söhbət edəcəyik və mən bugünkü qonaqlarımızı təqdim etmək istəyirəm. Milli Məclisin deputatı Vüqar Bayramov, Vüqar müəllim, salamlayırıq sizi. Və Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyət sədrinin müavini Səfər Mehdiyev. Səfər müəllim, xoş gəlmişsiniz və çox sağ olun ki, bizim dəvətimizi qəbul etdiniz və bu vacib mövzuda müzakirələrə razılıq verdiniz. Səfər müəllim, istəyərdim elə əvvəlcə bu keçirilən konfrans haqqında, beynəlxalq konfrans haqqında məlumat verək. Məqsəd nə idi bu konfransın, bu tədbirin keçirilməsində və nəticələr, gözlənilən nəticələr əldə olundu mu? Təşəkkür edirəm. Bakı şəhərində düz qeyd etdiniz, konfrans təşkil olundu. Müasir dünyada yeni çağırışlar kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransa müxtəlif dövlətlərin sosial təminat institutlarının rəhbərləri və ekspertləri, həmçinin Azərbaycanda akreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, müxtəlif nazirlik və təşkilatlardan rəhbərlər iştirak edirdilər. Ümumiyyətlə, tarixçiyə biz nəzər yetirsək, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası 1992-ci ildə Moskva şəhərində yaradılmışdır. Müstəqil Dövlətlər Birliyinin məkanında fəaliyyət göstərən Pensiya və Sosial Fondlar Assosiasiyalarını bir araya gətirmək və onlar arasında təcrübə mübadiləsi, sosial təminat, sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi məqsədi daşıyırdı və 1992-ci ildə Dövlət Sosial Müdafiə Fondu həmin təşkilata, assosiasiya üzv seçilir və həmin ildən başlayaraq burada fəaliyyət göstərən digər fondlarla birlikdə bu istiqamətdə həm assosiasiyanın fəaliyyətini, digər tərəfdən də təcrübə mübadiləsi, pensiya sığorta sistemindəki təkmilləşdirmələr, innovativ yanaşmalar istiqamətində də təcrübə mübadiləsi aparır və biz əgər 3 il əvvələ qayıtsaq, 2022-ci ildə həmin assosiasiyanın Bakıda beynəlxalq konfransı təşkil olundu. Bu da təsadüfi deyil. Əgər xatırlayırsınızsa, həmin dövr məhz pandemiyadan sonraki dövrü əhatə edirdi və pandemiya dövründə yeni pandemiyadan çıxmış dövlətlər çətin bir mərhələ yaşayırdılar və həmin konfransın Bakıda təşkili təbii ki, müasir texnologiyaların, elektronlaşma və digər sahələrdə avtomatlaşdırma proseslərinin Azərbaycanda artıq 2018-ci ildən başlanması bir daha sübut etdi ki, artıq klassik metodlarla, digər tərəfdən belə deyim ki, ənənəvi idarə etmə sistemləri effektli deyildi. Səfər müəllim, mən üzr istəyirəm. Bax, biz deyirik müasir çağırışlara, sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğunlaşdırılması. Bunu dedikdə biz əsasən nəyi nəzərdə tuturuq? Hansı vacib aspektlər var, diqqət yönəldilməli olan və həmçinin də sizin rəhbərliyində təmsil olunduğunuz Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə nələrə daha çox, hansı aspektlərə daha çox önəm verir? Deməli, qeyd etdiyim kimi, burada əsas diqqət yetirməli məsələlər məhz elektronlaşmadır. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır, əlçatanlığının xidmətlərə təmin edilməsidir, şəffaflığın təmin edilməsidir, çevikliyin, xidmətlərdə çevikliyin təmin edilməsidir. Və bu istiqamətdə biz nəzər yetirsək, 2019-cu ildə birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə DOST agentliyi yarandı, DOST konsepsiyası quruldu və bu istiqamətdə vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlərin artıq vahid məkandan, bir çətir altından xidmətlər göstərilməyə başladı və xidmətlərin digər tərəfdən də vətəndaşlara şəffaflığının və əlçatanlığının təmin edilməsi istiqamətdə də həmin xidmətlərin elektronlaşdırılması prosesi həyata keçirildi. Bir çox xidmətlər
biz nəzər yetirsək, elektron qaydada həyata keçirilir və bu gün 7 Dostun 7 mərkəzi fəaliyyət göstərir ki, bu 7 mərkəz vasitəsilə vətəndaşlara xidmət göstərir. 161 xidmət göstərilir həmən və bu günə kimi 3,4 milyon vətəndaşa Dost tərəfindən xidmət göstərilir və məmnunluq səviyyəsi 98,4%-dir. Təbii ki, bütün bu görülən işlər digər qurumlar tərəfindən, digər təşkilatlar tərəfindən daimi olaraq həm beynəlxalq səfərlər zamanı edilən təqdimatlar, digər tərəfdən də daimi olaraq virtual Zoom üzərindən görüşlər keçirilir. Onlar izləyirlər və onların marağındadır ki, bayaq mən qeyd etdim, məsələn, pandemiyadan təzə çıxmış dövlətlər üçün elektronlaşma, bilirsiniz ki, həmin dövrdə vətəndaşların çölə çıxmasına müəyyən məhdudiyyətlər var idi və artıq burada elektron xidmətlər zəruriliyi ortaya çıxdı. Elektron arayışların verilməsi idi, elektron əmək müqavilələrinin bağlanılması idi. Biz artıq, məsələn, əmək qabiliyyətinin itirilməsinə görə müavinətin təyin olunması üçün xəstəlik kağızları biz deyirik el arasında. Onların artıq elektron təqdim olunmasına başlanıldı. Bunlar hamısı təbii ki, ümumiyyətlə ünvanlı dövlət sosial yardımda elektron müraciətin bu istiqamətdə avtomatlaşdırılmanın aparılması. Təbii ki, bir daha həmin dövrdə bu xidmətlərin əlçatanlığının və qeyd etdiyimiz kimi çevikliyinin zəruriliyi ortaya çıxdı və digər tərəfdən də 2025-ci ildə bu qeyd etdiyimiz tədbirin Azərbaycanda sağlam keçirilməsi bir daha artıq belə deyim ki, göstərilən xidmətlərin regional səviyyədən beynəlxalq səviyyəyə çıxması. Burada da biz yenə də Dost konsepsiyasını göstərə bilərik ki, artıq Dost konsepsiyası Moldovada, Özbəkistanda fəaliyyətə başladı. Digər tərəfdən digər dövlətlərlə bu istiqamətdə artıq danışıqlar aparılır ki, həmin Dost agentliyinin xidmətləri öyrənilməsi, mənimsənilməsi və digər və sonradan da təcrübə kimi istifadə olunması mühüm əhəmiyyət kəsb edir və 2023-cü ildə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Moskva şəhərində iclası keçirildi. İclasda bütün bu görülən, son dövrdə görülən işlər nəzərə alınaraq Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədri məhz həmin assosiasiyasının sədr vəzifəsinə seçildi və hal-hazırda keçirilən konfransda da sədrlik edirdi. Dövlət Sosial Müdafiə Fondunun idarə heyəti Zəkə Mirzəyev və konfransda təbii ki, Əmək və Ailənin Sosial Müdafiəsi naziri cənab Anar Əliyev çıxış nitqi ilə müraciət etdi konfrans iştirakçılarına. Müasir dünyada bilirsiniz ki, yeni çağırışlar var. Yeni çağırışlar məhz qeyd etdiyimiz kimi elektronlaşma, süni intellektin tətbiqi, yaşlı əhalinin yaşlanması və digər istiqamətlər üzrə cənab nazir həmçinin ölkədə baş verən yeniliklər, avtomatlaşdırma, elektronlaşdırma barədə ətraflı məlumat verir. Digər tərəfdən həmin konfransda Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi iştirak edirdi. Qeyd edim ki, Beynəlxalq Sosial Təminat Assosiasiyası dünyanın 164 ölkəsinin 336 beynəlxalq sosial təminat qurumlarını birləşdirən böyük, önəmli bir təşkilatdır, böyük bir nüfuza malikdir. 2004-cü ildə Dövlət Sosial Müdafiə Fondu həmin təşkilata tam hüquqlu üzv seçilib. 2004-cü ildən artıq orada fəaliyyətini davam etdirilir. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları həmin təşkilatdakı texniki komissiyalarda sədr müavini kimi fəaliyyət göstərirlər və fəaliyyətlərində həmin təşkilatın deməli fəaliyyətinə öz töhfələrini verirlər. Və digər tərəfdən bu bütün görülən işlər, konfransın keçirilməsi təbii ki, ölkəmizdə aparılan sosial siyasətin nəticəsidir. Bilirsiniz ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının sosial rifahı, maddi rifahı prioritet vəzifə kimi qarşımıza qoyulur və bu istiqamətdə də çox mühüm işlər görülüb. Biz ötən dövrlərə nəzər yetirsək, artıq 5 sosial islahat paketi həyata keçirilmişdir ki,
bu sosial islahat paketi nəticəsində 4 milyon vətəndaşımızı əhatə etmişdir və bu istiqamətdə də 7,6 milyard manat vəsait sərf olunmaqdadır. Və sosial islahat paketi nəticəsində minimum əmək haqqı artırılmışdır. 3,1 dəfə 400 manata çatdırılmışdır. Minimum əmək haqqının artırılması nəticəsində deməli cəzaçəkmə müəssisəsindən azad olmuş şəxslərin müavinətlərinin də məbləğində artım baş vermişdir. Çünki məhz minimum əmək haqqıya bağlıdır. 400 manat olduqda 1600 manat da həmin müavinətin məbləği olmuşdur. Digər tərəfdən minimum pensiya 2,9 dəfə artırılaraq 320 manata çatdırılmışdır. Və digər tərəfdən bu da təqaüdçülərə verilən dəfn üçün müavinətin məbləğində artıma səbəb olmuşdur. 960 manata çatdırılmışdır. Çünki minimum pensiyanın 3 misli qədər həmin müavinət ödənilir. Digər tərəfdən bizim deməli 5-ci sosial islahat paketimizin anonsu ötən ilin ortalarında ölkə başçısı tərəfindən müxtəlif müsahibələrdə verildi və sonradan dekabr ayında sərəncam imzalandı bununla bağlı və bu ilin əvvəlindən 5-ci sosial islahat paketinin icrasına başlanıldı və bu istiqamətdə də artıq əmək haqqı pensiyalarda qeyd etdiyimiz artımlar baş verib. Müavinət və təqaüdlərin artımı iyul ayından, gələn aydan deməli baş verəcəkdir və digər tərəfdən biz nəzər yetirsək, ünvanlı dövlət sosial yardımı məbləği 2,6 dəfə artırılıb, yaşayış minimumu 65% artırılıb, ehtiyac meyarı 2,2 dəfə artırılıb və müavinət və təqaüdlərin məbləği 5 dəfəyədək artırılıb. 400 milyon manatdan hal-hazırda bu istiqamətdə 1,4 milyard manat vəsait sərf olunmaqdadır. Digər tərəfdən biz 5-ci sosial islahat paketinin 3 milyon vətəndaşımızı əlavə olaraq əhatə edəcək və bu istiqamətdə də əlavə olaraq 1,4 milyard manat vəsait sərf olunacaqdır. Ümumilikdə qeyd etdiyimiz deməli məsələlər məhz vətəndaşlarımızın maddi rifahının yaxşılaşdırılmasına yönəldir. Digər tərəfdən vətəndaşlarımızın qeyd etdiyimiz kimi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində də artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhz elektronlaşdırılmanın aparılmasıdır ki, bu istiqamətdədir. Mən üzr istəyirəm Səfər müəllim. Mən bu barədə əlavə sizə sual verəcəm. Çünki məhz bu vətəndaşlara xidmət göstərilməsi, rəqəmsallaşma və s. bu istiqamətdə mən sizdən əlavə məlumatlar xahiş edəcəm verəsiniz bizim tamaşaçılarımıza. Təbii ki, bu işlər daim gedir. Biz kütləvi informasiya vasitələrindən bizim həmçinin tamaşaçılarımız da bunu izləyirlər. Ölkəmizdə sosial sahəyə çox böyük önəm verilir. İslahatlar daim aparılır. Təkmilləşdirmə işləri daim aparılır. Və mən istədim bu yerdə Vüqar müəllimin fikrini öyrənim. Çünki Vüqar müəllim, biz bilirik ki, siz həm də bir iqtisadçı olaraq yalnız ölkəmizdə yox, dünyada gedən bu sosial iqtisadi sahədə gedən tendensiyaları, yenilikləri daim izləyən bir insan kimi istəyərdim siz bu məsələyə öz fikrinizi bildirəsiniz. Sosial müdafiə sistemində müasir tələblər dedikdə, müasir prinsiplər dedikdə, əsas müasir çağırışlar dedikdə nə anlaşılır? Yəni, burada əsas fərqlər nədir? Tutaq ki, 20 il bundan əvvəlki ilə indi arasında hər hansı bir fərqlər varmı? Təbii ki, var. Əvvəla çağırışlar dəyişir və çox yeni və çevik çağırışlar, tələblər və prinsiplər formalaşır. Nəzərə alsaq ki, nəinki 20 il əvvəl, hətta bir neçə il əvvəllə müqayisədə həm qlobal, həm milli səviyyədə çağırışların dəyişməsi müşahidə olunur. Əvvəla, orta ömür müddəti artır və orta ömür müddəti artdığına görə qlobal olaraq, həm milli olaraq, həm təbii ki, ölkə olaraq bu təbii ki, yeni tələblər formalaşdırır. Bu, praktik olaraq bu istiqamətdə vətəndaşlarımızın sosial təminatın gücləndirilməsi ilə bağlı daha çox resursların ayrılması və səfərbər edilməsi və bu istiqamətə yönəldilməsini özündə edir və təbii ki, bu resurs tələbi yaradır. Yəni, çağırış əslində vəsaitə tələb artırır, vəsaitə tələb formalaşır. Və təbii ki, nəzərə alsaq ki, Azərbaycan sosial ölkədir. Azərbaycan dövlət büdcəsinin 2025-ci ildə 41% sosial istiqamətə yönəldiləcək. Bu 16,9 milyard manat vəsait deməkdir. Yəni, praktik olaraq 17 milyard manata yaxın vəsait sosial istiqamətə yönəldilən vəsaitdir. Bu kontekstdən biz bir tərəfdən baxsaq,
sosial istiqamətə yönəldilən vəsait nəzmində artımlar var və hər il bu artımlar müşahidə olunur. Səfər müəllim qeyd elədi, yalnız sosial paketlərin reallaşmasına 8 milyard manata yaxın vəsait xərclənir və kifayət qədər ciddi bir rəqəmdir. Azərbaycan 5-ci sosial paketi artıq reallaşdırır. Cənab Prezidentin rəhbərliyi ilə həm təbii əmək haqqı, pensiyada artımlar, növbəti mərhələdə sosial müavinət və təqaüdlərdə artımların həyata keçirilməsi gözlənilir və nəticə etibarən biz sosial paketin dərinləşməsini müşahidə edirik. O baxımdan tələblər, prinsiplər və ya çağırışlar kimi qruplaşdırsaq, birinci çağırış resursda tələbin artmasıdır. Yəni daha çox maliyyənin sosial istiqamətə yönəldilməsi. Çünki yenə qeyd edilir, bir tərəfdən orta ömür müddəti artır, digər tərəfdən yeni sosial tələblər yaranır, yeni müavinətlər tətbiq olunur. Biz hətta Azərbaycanın sosial modelinə baxsaq, son illər kifayət qədər yeni müavinətlərin tətbiqini müşahidə etmişik. Qanunvericiliyə daxil edib, qanunvericiliyə daxil ediləndən sonra bu istiqamətə vəsaitin ayrılması reallaşıb. Bunlar bir dəfəlik müavinətlərdir və ya aylıq müavinətlərdir və hətta nəinki sırf birbaşa sosial sistemlə bağlı. Məsələn, işğaldan azad olmuş ərazilərimizdə çalışan vətəndaşlarımıza bir dəfəlik müavinətin verilməsi nəzərdə tutulub. Əslində bu yeni bir yanaşmadır. O baxımdan məsəl çağırışlar, artıq dəyişən prinsiplər, həm də yeni müavinətlərin və təqaüdlərin, yeni ödənişlərin sistemə gətirməsinə səbəb olur. O baxımdan təbii ki, Azərbaycanda biz praktik olaraq qeyd etdiyimiz kimi həm yeni ödənişlərin qanunvericilikdə əksini tapması və reallaşmasını müşahidə edilir. Digər çağırış təbii süni intellektdən istifadədir. Yəni 20 il öncə və hətta 10 il öncə süni intellektdən istifadə çağırış deyildi və ya tələb deyildi. Amma bugün bu artıq tələbdir. Yəni bu əslində bir tərəfdən çağırışdır bəzi ölkələr üçün artıq tətbiq edilən bir prinsipdir. Çünki süni intellektdən istifadə bir tərəfdən proaktiv olaraq həm təqaüdlərin, pensiyaların müəyyənləşdirilməsinə, yəni ödənişlərin müəyyənləşdirilməsinə imkan yaradır və nəticə etibarı ilə əgər 20 il öncə vətəndaş pensiya hüququ əldə etmək üçün kifayət qədər çoxlu sayda sənədləri təqdim etmək məcburiyyətində qalırdısa, artıq buna ehtiyac yoxdur. Artıq proaktiv olaraq elektron sistem üzərindən məhsul ödənişlər təyin olunur. Nəticə etibarən biz burada həm proseduraların azalmasını müşahidə edirik, tələb edilən sənədlər, hətta bəzi ödənişlərin, bəzi müavinətlər və pensiyanın verilməsi üçün praktik olaraq sənəd tələb olunmur. Çünki artıq məlumatlar inteqrasiya olunur. Məlumatlar inteqrasiya olunduğu üçün artıq pensiyanı müəyyənləşdirən və ya təyin edən qurum elektron olaraq proaktiv həmin pensiyanı təyinləşdirmək imkanına malikdir. Və hətta hazırda biz, məsələn, bir neçə il öncə ilə müqayisə etsək, məsələn, öncə bir 2022-ci ildə keçirilən konferansla, indiki konferans müddətini müqayisə etsək, 2022-ci ildən fərqli olur, 2025-ci ildə hətta sosial xidmətləri almaq üçün offline sistemlər, online deyil, offline. Yəni bildiyiniz kimi, applicationlar artıq offline-ə keçir və bir tələb yaranır ki, hətta yanaşma bundan ibarətdir ki, vətəndaş hansı sosial xidməti almaq istəyirsə, o tamamən pulsuz olmalıdır. Hətta internet üçün belə vəsait ödəməməlidir və application offline rejimdə işləmək, vətəndaşa o xidməti göstərmək imkanına malik olmalıdır. Əslində bu yeni bir çağırışdır ki, hətta vətəndaşın heç bir xərc çəkmədən offline rejimdə sosial xidmət applicationdan istifadə edib, o sosial xidmətdən yararlana bilsin. Vurğun müəllim, əslində bax bu istiqamətdə biz görürük ki, Azərbaycanda mərhələli şəkildə xeyli işlər görülür. Belə dost mərkəzlərinin açılması, siz dediyiniz kimi həmin o tələb olunan sənədlərin minimuma endirilməsi baxımından, xidmətlərin hamısının bir məkanda, bir ünvanda əl çatanlığının təmin edilməsi baxımından bir sıçrayış idisə bir növbəti mərhələyə. Həmçinin bu istiqamətdə aparılan o xidmətlərin elektronlaşdırılması, proaktiv xidmətlərin sayının günü-gündən artması bu istiqamətdə hal-hazırda daim iş gedir bu xidmətlərin üzərində ki, bu xidmətlər vətəndaşın heç bir yerə getməsinə lüzum olmadan, heç bir yerə müraciət etməsinə, hansı sənədləri təqdim etməsinə lüzum olmadan həyata keçirilsin ki, bu da siz dediyiniz kimi məlumat bazasının, data bazanın yaradılmasını zəruri edir. Amma yenə də mən istərdim bir qədər əvvəl dediyim kimi siz təbii ki uzun müddətdir sosial-iqtisadi sahədə araşdırmalar aparan bir şəxs kimi istərdim ki xarici, xüsusən inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda gedən bu prosesləri necə qiymətləndirirsiniz? Yəni Azərbaycanda bu istiqamətdə gedən işlər indi hal-hazırda qənaətbəxş hesab etmək olarmı?
təbii ki, etiraf etmək lazımdır ki, son illərdə, xüsusən 2018-ci ildən etibarən həm sosial xidmətlərin elektronlaşması, həm şəffaflığın artırılması, həm də daha çevik şəkildə xidmətlərin göstərilməsi müşahidə olunur. Yəni, bu gün əslində Azərbaycan, biz daha öncə tədbirin əhəmiyyəti ilə bağlı Səfər müəllim qeyd etdi. Əslində, tədbir bir tərəfdən məlumatların bölüşdürülməsi baxımından vacib bir platformadır. Eyni zamanda bu beynəlxalq tədbir həm də Azərbaycan üçün Azərbaycanın əldə etdikləri və ya Azərbaycan təcrübəsinin təqdimi baxımından vacib bir alətdir və ya platformadır. Çünki, həm də xarici tərəfdaşlar baxımından bunun tanınması baxımından. Təbii ki, xarici tərəfdaşlara həmin təcrübənin təqdim olunması baxımından çox vacib bir platformadır. Çünki Azərbaycan etiraf etmək lazımdır ki, sosial xidmətlərin göstərilməsində və ya sosial xidmət modelinin qurulmasında regionda öndə olan ölkələrdəndir. Yəni, DOST xidmətinin kifayət qədər uğurlu fəaliyyəti və DOST xidmətinin bir sıra digər ölkələr tərəfindən öyrənilməsi, təqdim olunması, hətta yalnız ölkələr tərəfindən öyrənilməsi deyil, hətta biz elmi məqalələrə və elmi araşdırmalara baxsaq, DOST xidməti istinad və ya ən çox istinad edilən modellərdən biridir. Çünki nəticə etibarilə xidmətlərin inteqrasiyası, vahid məkandan təqdim olunması və daha çox elektron təqdim olunması. Yəni, bir tərəfdən vətəndaş evdə oturaraq sosial xidməti əldə edə bilir. Yəni, sosial xidmət mobilləşib. Və Azərbaycan o sosial xidməti mobilləşdirən və regionda aparıcı ölkələrdən biridir. Və xüsusən sosial xidmətlərin elektronlaşması və mobilləşməsi ilə bağlı biz qeyd olunduğu kimi keçmiş SSR ölkələrinə baxsaq, regiona baxsaq, Azərbaycan təbii ki, bu regionda öndə olan ölkələrdəndir. O baxımdan təbii ki, bu təcrübənin təqdim edilməsi və təcrübənin geniş yayılması vacibdir. Amma sözsüz bu o demək deyil ki, proses artıq tamamlar. Sözsüz yeni çağırışlar var. Yeni çağırışlara uyğun olaraq yeni hədəflər var və təbii ki, indi bizim xüsusən də pensiya sistemində islahatların dərinləşməsi, özəl pensiya fondlarının yaradılması və fərqli yanaşmalar və təbii ki, bunların da modelə gətirilməsi və maliyyələşmənin dayanıqlığın daha da gücləndirilməsi, inklüzivliyin artırılması. Bu istiqamətdə təbii ki, gələcəkdə də, perspektivdə də görüləcək işlər var və bu işlər təbii ki, sosial sferə elədir ki, mütəmadi çağırışlar və tələblər yaranır. Yəni, siz bir mərhələni və ya biz bir mərhələni keçirik, tamamlayırıq, yeni bir mərhələ yaranır. Yəni, bir mərhələnin keçirilməsi artıq prosesin tamamlanması anlamına gəlmir. Bir mərhələnin keçirilməsi yeni bir mərhələnin başlanması anlamına gəlir. İş daim var bu sahədə. İş daim var. Mən Səfər müəllim, istərdim ki, qısaca olaraq toxundunuz bir qədər əvvəl. İstərdim ki, bax, bu elektronlaşma, bu sahədə sosial müdafiə sistemində avtomatlaşdırma, proaktiv xidmətlər və s. Bax, bunların bu sahəyə təsiri haqqında, cəmiyyətə təsiri haqqında, vətəndaşlara təsiri haqqında və həmçinin də xüsusən də bu şəffaflığın, hesabatlılığın təmin edilməsi baxımından bunun rolu haqqında danışasınız. Bu sahədə kifayət qədər müsbətə doğru irəliləyişə nail olmuşuq deyə bilərikmi bununla bağlı? Sosial müdafiə sistemləri, müasir sosial müdafiə sistemləri haqqında ətraflı Vüqar müəllim məlumat verdi. Burada yalnız vətəndaşlarımızın maddi rifahını deyil, digər tərəfdən onların sosial rifahını, onların deməli bu imkanlara çıxış imkanını, digər tərəfdən maliyyə dayanıqlığı və digər məsələləri əhatə etməlidir. Və biz Azərbaycana nisbətdə bu istiqamətdə nəzər yetirsək, görərik ki, məsələn, bütün qrupları əhatə eləməlidir. Yəni, orada etnik mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün əhali qruplarını əhatə etməlidir. Və Azərbaycan modelinə biz nəzər yetirsək, görərik ki, demək olar ki, bütün sosial cəhətdən həssas qruplar və digər vətəndaşlarımız sosial müdafiə sistemləri ilə tam təmin olublar. Burada, məsələn, biz nümunə kimi gətirə bilərik ki, şəhid ailələri və müharibə ailələrinin mənzil və avtomobil təminatı, onların sosial xidmətlərə çıxışları, sosial reabilitasiya bərpa mərkəzlərini və s. Yəni, maddi rifahla yanaşı bu xidmətlər də göstərilməlidir. Çünki tək maddi rifahı yaxşılaşdırıb, digər tərəfdən onun digər xidmətlərə əlçatanlığının inkişaf etdirilməməsi təbii ki, gələcəkdə hər hansı bir neqativ məsələlərlə üzləşəcək və bu baxımdan da
biz bütün Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlərə nəzər yetirsək, həm qeyd etdiyim kimi az təminatlı ailələrin ümumi dövlət sosial yardım proqramına çıxış imkanlarının yaradılması, bu istiqamətdə də vahid elektron müraciət və alt sisteminin elektronlaşdırılması xüsusi önəm kəsb edir və həmin və qeyd etməliyəm ki, bax bu günə 12500 şəhid ailəmiz mənzillə təmin olunub, 7450 müharibə əhlimiz avtomobillə təmin olunub. Digər tərəfdən elektronlaşma həmin xidmətlərin daha rahat, daha əlçatan əldə etmələri üçün elektron xidmətlərin tətbiq edir. Çünki bu artıq zamanın tələbidir. Vətəndaş hər hansısa bir belə deyim ki, elektron xidmətdən dövlət qurumlarından kənar. Məsəl üçün, hər hansı bir taksi zakaz edir, yemək sifariş edir, taksi sifariş edir və yaxud da ki, hər hansı bir xarici dövlətdən mal sifariş edir. Əgər bunu rahat şəkildə hər hansısa bir elektron platforma üzərindən edirsə, təbii ki, bu xidməti hansısa bir dövlət qurumlarından da tələb edir ki, istər ki, bu dövlət qurumlarında da bu rahat şəkildə olsun. Gözləntilər artıq belə. Gözləntilər artıq. Bu baxımdan da biz də bu yeni çağırışları həm dünya miqyasında, həm beynəlxalq miqyasında izləyirik. Vüqar müəllim süni intellektdən danışdı ki, artıq belə deyim ki, bu bir çağırış deyil, bu artıq bir tələb kimi formalaşır ki, necə ki, əvvəllər elektronlaşmadan söhbət gedirdi. Biz belə deyim, Nazirliyin 159 xidməti elektronlaşdırılıb və onlardan 60-ı proaktiv qaydada həyata keçirilir. Vüqar müəllim qeyd elədi, proaktiv, yəni vətəndaş hər hansı bir quruma üz tutmur, fiziki məkan dəyişmir. Onun hüququ yarandığı tarixdə sistem onun hüququnu müəyyən edərək ona təyinat və ödənişini həyata keçirir. Yalnız vətəndaş yaxınlaşıb bank kartını götürür. Və bu istiqamətdə 2019-cu ildə biz yaşa görə pensiya, 2019-cu ilin mart ayında 50-yə görə pensiya, sonradan ailə başçısını itirməyə görə pensiya, müavinət təqaüdlər artıq proaktiv qaydada həyata keçirilməyə başladı. Səfər, bu proaktiv xidmətlərin sayının artımı bu tezliklə, yaxınlıqda daha sürətlə baş verə bilərmi və bunun üçün nə tələb olunur? Vüqar müəllim məlumat bazasının olması haqqında danışdı. Bu mütləq də təbii ki, bu cür işlərin həyata keçirilməsi zamanı. Bizdə bu məlumat bazası qane edici səviyyədədirmi ki, bu istiqamətə daha çox irəliləyişlərə nail ola bilək? Deməli, proaktiv təyinatlar yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya bazasından deyil, digər qurumların da bazalarının. Mən məlumat bazası dedikdə yalnız bizim Nazirliyin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini nəzərdə tutmuram. Ümumiyyətlə, dövlətlərin arasında məlumat bazasının inteqrasiyasından, bəli, vahid məlumat bazasından söhbət edir. Bu baxımdan da əgər bütün qurumlarda, lazım olan qruplarda ki, hansı ki məlumat əldə olunacaq, bu baza formalaşırsa, elektronlaşırsa, bu baxımdan proaktivə artıq keçmək rahatdır. Bax, biz misal üçün ümumi dövlət sosial yardımı mən nümunə kimi göstərim. Vahid müraciət və təyinat alt sistemi istifadəyə verildi və əvvəllər 20-yə yaxın qurumdan vətəndaşa sənəd toplamaq gərəkirdi ki, həmin sənədləri çox uzun, çətin bir proses idi. Və hal-hazırda biz birinci istifadəyə verdikdə müəyyən sənədlər yenə də kağız üzərində təqdim olunurdu. Çünki məsələn onun torpağı ilə bağlı sənədləri və s. elektron qaydada əldə etmək mümkün olmurdu. Yenə də kağız. Artıq demək olar ki 99% elektronlaşıb, artıq vətəndaş heç bir qurumdan sənəd əldə etmir və eyni ilə də digər proaktiv təyinatların müəyyən hissələr ki, hansı ki mümkündür, bu pensiyadır, müavinətdir, təqaüdlərdir, bunlar olunub və müəyyən hissələr artıq bizdən asılı olmayan səbəblərdən digər qurumlardan həmin məlumatları biz elektron şəkildə əldə etməliyik və həmin qurumların elektron bazaları yaradılmalıdır. Bu baxımda biz həmin qurumlara da müəyyən qədər IT sahəsində dəstək də göstəririk ki, qısa müddətdə elektronlaşma keçsin ki, proaktiv qaydada təyinat həyata keçirilsin. Mən Vüqar müəllimin sözünə qayıtmaq istəyirəm. Süni intellektlə bağlı təbii ki, dedi ki, artıq
bu elektronlaşma, sonradan proaktiv təyinatlar və hal-hazırda tələb kimi süni intellektdir. Biz süni intellekt istifadəsinə baxsaq, məsəl üçün Koreya nümunəsində artıq vətəndaş müraciətləri, bizdə bilirsiniz ki, məsələn, müraciətlər elektron sənəd dövriyyəsi alt sistemi vasitəsilə daxil olur, elektronlaşır, ondan sonra dərkənlər və s. Artıq Koreyada bu sistem süni intellekt vasitəsilə idarə olunur. Yəni, insan resursu tələb olunmur. Daxil olunan müraciətlər süni intellekt vasitəsilə dərkənarlar verilir, məktub hazırlanır və s. Sadəcə burada yəqin ki, insan tərəfindən o subyektivlik amili də istisna olunur bu halda. Təbii. Və sonda artıq yalnız şəxs hazır məktuba baxıb müəyyən məqamlara diqqət yetirir və vətəndaşa göndərilir. Təbii ki, süni intellekt artıq onun bütün hüquqlarını araşdırır. Və burada bir məqamı da qeyd etmək lazımdır ki, yəni hal-hazırdakı süni intellektin tətbiqi, bu gün biz süni intellekt vasitəsilə yəqin ki, hər biriniz istifadə edirsiniz, məsələn, ChatGPT və müəyyən hər hansısa bir axtarış verdikdə, hal-hazırda süni intellektin müəyyən dövlət bazalarına çıxışı yoxdur. Sadəcə olaraq açıq resurslardan məlumat əldə etdiyi üçün tam statistik, dəqiq rəqəmlər və s. bunu təqdim edə bilmir. Ümumi məlumat təqdim edir. Müəyyən sahələr var ki, o sahələrdə təbii ki, əgər kimsə dil öyrənirsə və s. daha effektivdir. Amma məsələn, statistik məlumatların əldə edilməsi istiqamətində qeyd etdiyim kimi, açıq resurslardan istifadə etdiyi kimi üçün müəyyən məlumatlara, dövlət qurumlarının məlumatlarına, bazalarına inteqrasiyası olmadığı üçün məhdud sayda məlumat əldə etmək olur. Gələcəkdə düşünürəm ki, bu artıq tələbə çevriləcək və məcburi bütün qurumlar və s. bu sistemə qoşulacaq və qoşulduqda artıq gələcəkdə müəllimin də qeyd etdiyi kimi, bu artıq tələbə çevriləcək ki, bir tələb kimi süni intellekt tətbiq olunsun. Çünki bu həm çeviklik baxımından, həm əlçatanlıq baxımından, digər tərəfdən də insan resursları hansı ki, hal-hazırda qeyd etdiyimiz kimi kargüzarlığa yönləndirilib, yüzlərlə insan, onlar artıq əlavə digər işlərlə məşğul olmağa vaxtları olacaq. Təşəkkür edirəm. Furqan müəllim, biz bilirik ki, sosial müdafiə sistemi dedikdə ilk növbədə dövlətin vətəndaşlarının sosial müdafiəsinin, sosial təminatını təmin etməsi nəzərdə tutulur. Amma burada yəqin ki, özəl və dövlət müəssisələrinin, dövlət qurumlarının əməkdaşlığı haqqında da danışmaq lazımdır. Bu istiqamətdə sizcə hansı əməkdaşlıqdan söhbət gedə bilər? Əvvəla Səfər mənim qeyd elədi, süni intellektin üstünlüklərindən bağlı. Sadəcə bir məqamı da qeyd etmək istərdim ki, yəni bildiyiniz kimi süni intellektinin özünün dili var. Hətta bugün inkişaf edilmiş ölkələrdə qanunlar yalnız həmin ölkələrin, artıq bəzi ölkələr bunu başlayıb, yalnız həmin ölkələrin dillərində, yəni dövlət dillərində deyil, həm də süni intellektin oxuya biləcəyi dildə internet səhifəsi, internet resurslarında yerləşdirilir ki, süni intellekt yalnız statistikanı, datanı götürməsin. Süni intellekt həm də qanunları oxuyub, onu uyğun olaraq analiz edib, müəyyən qərarlar verə bilsin və müəyyən araşdırmalar apara bilsin. Çünki hətta siz Şahin müəllim qeyd etdiniz o şəffaflıqla bağlı. Çünki bəzi ölkələrdə artıq hətta tenderin qalibini süni intellekt seçir. Çünki məlumatlar daxil olunur, süni intellektdə o variablelar, verilənlər müəyyən meyarlara uyğun olaraq seçim edir. Təbii ki, bütün onlarda meyarlardır. Yəni bütün onlarda dövlət satın almalarında bəlli meyarlar var ki, dövlət qurumu həm meyarlar əsasında qalibi, yəni birincini ya ikinci şirkəti müəyyənləşdirir. Hansı şirkətin qalib olduğunu müəyyənləşdirir. Onun üçün meyarlar var. O meyarları artıq verilənlər kimi süni intellektə təqdim etdikdə, süni intellekt məhz həmin datadan istifadə etməklə qalibə müəyyənləşdirir ki, bu tender üzrə bu şirkət qalibdir və məlumatı da məhz qalib şirkətə göndərir. Yəni burada hər hansı bir müdaxilə olmur. O baxımdan bir tərəfdən şəffaflıq gözlənir, digər hər hansı bir kənar müdaxilə, üçüncü şəxsin və üçüncü tərəfin müdaxiləsi olmur və süni intellekt artıq qərarı verir və həmin qərar da
əslində rəsmi verilən bir qərardır. Çünki bilirsiniz, süni intellekt inkişaf etdiysən, ümumiyyətlə elektronlaşma iştirak etdiysən, siz qeyd etdiniz dövlət-özəl tərəfdaşlığı, özəl sektorda da, həm ümumiyyətlə əmək bazarında da yanaşmalar dəyişir. Yəni, 20 il öncə dediniz, 20 il öncə, məsələn, bizlər hansı bileti almaq üçün, istər qatar bileti, istər təyyarə bileti, kassaların qarşısında növbəyə dayanırdı. Vağzala getmək lazım idi, orada bilet almaq lazım. Növbəyə dayanmaq lazım idi. Onun özü xeyli zaman tələb edən bir proses idi. Xüsusən bayram qabağı saatlarla növbəyə durmaq lazım idi. Və ya dəyişmək lazımsa, oraya yeni gedib dəyişməli idin, o bileti qaytarmaq lazımsa, yeni gedib yəni fiziki olaraq oraya getməyin lazım idi. Bugün əslində həmin kassalara, bilet satan kassalara tələbin kəskin azalması müşahidə olunur. Yəni bugün çox az adam əminəm ki, gedir aviakassadan bilet alır. İnsanlar artıq telefon vasitəsilə bilet alırlar, sipariş edirlər, hotelləri sipariş edirlər. Eyni zamanda poçt xidmətləri. Yəni əvvəllər poçt xidmətlərinə ciddi tələb vardısa, bu artıq elektronlaşıb. Hətta rəsmi, yəni yazılı kağızlar, sənədlər belə elektron formada inteqrasiya olunub, paylaşdırıla və bölüşdürülə bilir. O baxımdan əmək bazarının strukturu da dəyişir və əmək bazarının strukturu dəyişdiyi üçün təbii ki, həm də bu dövlət-özəl tərəfdaşlığı baxımından vacib. Bildiyiniz kimi, dövlət-özəl tərəfdaşlığı ilə bağlı ayrıca bir qanun qəbul edilib və artıq qüvvəyə minib. Həmin qanunla dövlət-özəl tərəfdaşlığın dövlət tərəfindən dəstəklənməsi həyata keçirilir və bəlli layihələrdə dövlət artıq o xidmətləri, sifarişləri özəl sektora təklif edir və özəl sektoru cəlb edir. Özəl sektor çox vacibdir. Yəni biz öncə qeyd etdik özəl pensiya fondları. Yəni artıq əksər inkişaf etmiş ölkələr, deməli ki, bütün inkişaf etmiş ölkələrdə özəl pensiya fondları var. Özəl pensiya fondları bir tərəfdən vətəndaşa paralel yığım imkanlarıdır. Yəni bu alternativ yığım imkanı deyil, paralel yığım imkanıdır. Yəni bütün onlarda vətəndaşın dövlət-özəl pensiya fonduna ödənişi bu icbaridir, ödəniş edir. Amma eyni zamanda paralel olaraq özəl pensiya fonduna da ödəniş etmək imkanına malikdir. Və özəl pensiya, bu artıq dövlət-özəl tərəfdaşlığı, çünki dövlət də maraqlıdır ki, belə fondlar formalaşsın. Çünki artıq həmin vətəndaşın pensiya yaşı olanda vətəndaş bir mənbədən deyil, iki mənbədən pensiya alacaq. Məsələn, nümunə üçün deyil, 600 manat deyil, 300 manat özəl pensiya fondundan alacaq, 900 manat pensiya alacaq və dövlət maraqlıdır. Çünki dövlət həmin vətəndaşın sosial təminatın həm də özəl sektor vasitəsilə təmin olunmasında maraqlıdır. Çünki o baxımdan bu eyni zaman təbii ki, burada həm də özəl pensiya fondlarında kapitaldan istifadə ilə bağlı fərqli yanaşmalar var, kapitalın bir hissəsinin daha tez istifadə olunması və ya yaşla bağlı fərqli yanaşmalar var və bu əslində dövlət-özəl tərəfdaşlığıdır. Yəni özəl sektor gəlir, sosial xidmətlərin bir hissəsini sosial xidmət təklif edir və onun təklif etdiyi sosial xidmət və ya onun yaratdığı fond həm də vətəndaşların sosial təminatının gücləndirilməsinə xidmət edir. Və sözsüz, istər fond, istər Əmək və Sosial Müdafiəsi Nazirliyi xidmətlərin bir hissəsini özəl sektora təklif edir. Yəni bugün xeyli sayda xidmətlər var ki, onlar özəl sektor vasitəsilə reallaşır, təklif olunur. Vətəndaşlar həmin xidmətləri özəl sektor vasitəsilə çıxış imkanı qazanırlar. Ona görə dövlət qurumları özəl sektora mütəmadi əməkdaşlıq edirlər və həm də ümumiyyətlə dünya praktikası, biz təbii ki, beynəlxalq modelləri qeyd etdik. Dünya praktikası göstərir ki, innovasiya adətən özəl sektordan gəlir və adətən də kiçik orta müəssisələrdən gəlir. Yəni KOB-lar və ya KOS-lar, bunlar innovasiyanın yaradıcılarıdır və dövlət də maraqlıdır ki, daha çox innovasiya olsun, daha çox yenilik olsun. Ona görə təbii ki, dövlət də özəl sektorda həm də bu istiqamətdə İnkişaf stimullaşdırılır həm də təbii ki, bu istiqamətdə. Vüqar müəllim, Səfər müəllim, Vüqar müəllim özəl fondlar, pensiya fondları haqqında danışdı. Burada yəqin ki, müəyyən bir risk amilini də qeyd eləmək lazımdır. Bu baxımdan mən istərdim siz Dövlət Sosial Müdafiə Fondunda vəsaitlərin daha effektiv idarə olunması üçün hansı işlər həyata keçirilir, bu haqda məlumat verəsiniz və bu daha effektiv idarə olunma dedikdə nə nəzərdə tutulur? Yəni burada hər hansı bir investisiya fəaliyyəti və s. bu barədə danışmaq olarmı? Mən Vüqar müəllimin sözünə qüvvət bir deməli dövlət özəl tərəfdaşlığı barədə əlavə edim. Deməli bizdə korporativ sosial məsuliyyət nümunəsi olaraq sosial tərəfdaş layihəsi keçirilir və sosial tərəfdaş layihəsi məhz ödənilən sosial ödənişlər alan vətəndaşlarımızın
onlara ödənilən məbləğlərin alıcılıq qabiliyyətinin artırılması istiqamətindədir və burada onlar alış-veriş edərkən öz pensiya müavinət kartları ilə 30%-dək endirim əldə edirlər və bu layihə artıq Burada yəqin ki, söhbət hər hansı tərəfdaş özəl biznesin 700-dən çox özəl tərəfdaş artıq qoşulub bu layihəyə. Market şəbəkələri, aptek şəbəkələri, yəni bütün respublika üzrə qoşulub və biz bu günə 9 milyon belə bir əməliyyat olub vətəndaşlarımız nəğdsiz qaydada alış-veriş edərkən artıq onlara 30%-dək endirimlər tətbiq olunub. Bu təbii ki, digər tərəfdən də həmin vətəndaşlarımız müxtəlif iaşə obyektlərinə, kino teatrlara və s. gedərkən bu endirimlərdən də yararlanırlar. Bu tərəfdaşların siyahısı barədə məlumat verilirmi mütəmadi olaraq? Sosial tərəfdaş.az saytı var. Həm də bizim öz saytımızdan da həmin sayta keçid var. Oradan daxil olaraq hətta hansı şirkətlərin hansı endirimlər tətbiq olunur, bütün məlumatlar orada var. Artıq demək olar ki, bunun maarifləndirilməsi gedir, məlumatlıdırlar. Sosial ödəniş alan vətəndaşlarımız bir daha o resursun adını deyək. Sosial tərəfdaş.az Sosial tərəfdaş.az saytında bu barədə daha ətraflı məlumat ala bilərsiniz, hörmətli tamaşaçılarımız. Digər tərəfdən qeyd etdiyiniz kimi maliyyə imkanlarının qorunması baxımından Dövlət Sosial Müdafiə Fondunda investisiya fəaliyyətinə 2023-cü ilin avqustunda başlanmışdır. Artıq bu istiqamətdə 1 milyard deməli 590 milyon manat vəsait investisiya olunmuşdur və onu həmin vəsaitin 5%-i banklardakı Azərbaycanda maliyyə tutumuna ən böyük olan deməli 5 banka yerləşdirib 75 milyonu, qalan vəsaitlər isə Maliyyə Nazirliyinin dövlət zəmanətli istiqrazlarına yönləndirilmişdir və təbii ki, investisiya fəaliyyəti biz beynəlxalq pensiya fondlarına nəzər yetirsək, dünyada çox yayılmış bir fəaliyyətdir. Pensiya fondları gələcək nəsillərə, ümumiyyətlə biz sosial müdafiə sisteminə nəzər yetirsək, ümumiyyətlə onun maliyyə dayanıqlığı qısa perspektivdə deyil, uzun müddətli perspektivdə olmalıdır. Yəni hal-hazırki nəsli deyil, gələcək nəsillərə də xidmət etmək üçün deməli maliyyə imkanlarını hesablamaq lazımdır, dayanıqlığı təmin etmək lazımdır. Və bu istiqamətdə də Dövlət Sosial Müdafiə Fondu olaraq investisiya fəaliyyətinə başlamamışdan əvvəl artıq uzun illərdir investisiya ilə fəaliyyəti ilə məşğul olan dövlətlərin beynəlxalq təcrübəsi öyrənildi və təhlükəsizlik baxımından qərara alındı ki, məhz Maliyyə Nazirliyinin istiqrazlarına hələ ki investisiya edək. Çünki bilirsiniz ki, digər dövlətlərdə belə deyim ki, digər hal-hazırda dünya birjasında olan səhmlərə yatırımlar olunur. Lakin burada həmin risk amili böyükdür və həmin səhmlər, yəni onların idarə olunması kütlə psixologiyası ilə idarə olunur, dəyişimi baş verir. Çünki gözlənilməz faktorlar həddindən artıq çoxdur. Bu baxımdan da hələ ki həmin səhmlərə investisiya etmək təhlükəlidir və bu baxımdan biz ancaq Maliyyə Nazirliyinin istiqrazlarına hələ ki investisiya olunur. Və sonda istədim, Səfər müəllim, siz və Vüqar müəllim, hər ikiniz qısaca olaraq bizim qarşımızda hal-hazırda hansı vəzifələr durur? Yəni biz hara doğru gedirik? İnkişafı hansı istiqamətdə görürük? Bu barədə qısaca bir öz fikrinizi bildirəsiniz. Biz indi hal-hazırda yaxın 5 ildə, 10 ildə nəyə nail olmaq istəyirik? Təbii ki, burada bizimki fəaliyyətimiz vətəndaşlarla bağlıdır. Bizim vətəndaşlarla bağlı olduğu üçün də ilk növbədə vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli olunması, daha keyfiyyətli xidmətlərin əldə olunması, elektronlaşmanın 100% çatdırılması və danışdıq bu süni intellektlə bağlı, süni intellektin tam
təmini. Yəni bu baxımdan digər tərəfdən qeyd etdiyiniz kimi maliyyə sabitliyinin qorunması ki, gələcək nəsillər də artıq qeyd etdiyimiz sosial təminatdan istifadə etsinlər. Bu istiqamətdə. Furqan müəllim, sizin fikriniz, yəni biz yaxın illərdə, yaxın 10 ildə tutaq ki, biz nəyə doğru can atmalıyıq və hansı müsbət dəyişikliklərə nail ola bilərik, nail olmalıyıq? Sizin fikriniz. Bizim hədəfimiz daha inklüziv sosial modelin qurulmasıdır. İnklüzivlik bir tərəfdən, təbii ki, Səfər müəllim qeyd etdiyi kimi, cəmiyyətdə bütün insanların sosial xidmətdən, yəni etnik, dinindən, cinsindən və ya irqindən asılı olmayaraq hamı üçün bərabər xidmətlərin, sosial xidmətlərin təklif olunması, yəni inklüziv olaraq. Burada təbii ki, eyni zamanda inklüzivlik əmək qabiliyyəti itirmiş vətəndaşlarımız və ya əmək qabiliyyəti vətəndaşlarımızın cəlb olması, həm də inklüzivlik eyni zamanda məsələn maliyyə dayanıqlı, maliyyə inklüzivliyi baxımından da vacib. Çünki vəsaitlərin səmərəli şəffaf xərclənməsi həm də bizim qeyd etdiyimiz 10 ildən sonra vətəndaşlarımız üçün həmin vəsaitlərin qorunub saxlanmasına gətirib çıxarır. Çünki inklüziv inkişaf yalnız cəmiyyətin fərqli təbəqələrin cəlb olunması deyil. İnklüziv inkişaf həm də bugün yaranan resursun gələcək nəsillərə saxlanması. Yəni bugünkü resursların bir hissəsinin gələcək nəsillər üçün qorunub saxlanması və təbii ki, sosial modelin bu kontekstdən maliyyə dayanıqlığı çox vacibdir, maliyyə inklüzivliyi çox vacibdir və hədəf də məhz 10 ildən sonra daha inklüziv sosial modelə nail olmaqdır. Təşəkkür edirəm və əminəm ki, qarşıya qoyulan bütün məqsədlərə nail olunacaq və biz bu sahədə daha sürətli sıçrayış xarakterli inkişafın şahidi ola biləcəyik. Çox sağ olun. Bir daha təşəkkür edirik ki, bizə vaxt ayırdınız. Bir daha xatırladaq ki, bizim bugünkü qonaqlarımız Milli Məclisin deputatı Vüqar Bayramov və Dövlət Sosial Müdafiə Fondunun İdarə Etisiyadının müavini Səfər Mehdiyev idi. Müzakirəmiz burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.